və NGF 5 turnirin ilk main cardın döyüşü Mehman Məmmədov Nosir Tursunova qarşı. Azərbaycan Özbəkistana qarşı. Bəli, yaşlarda böyük fərq var. Mehman Məmmədov da bizdə veterandır. 38 yaşında bu formanı saxlamaq hər döyüşçünün işi deyil, mən sən deyirsən. Və Mehman Məmmədov peşəkarlığını göstərir həmişə. Görək indi veteranlıq yoxsa gənclik qalib gələcək? Bəli, təcrübə o əlbəttə ki Mehman tərəfdədir. Bu nə ağır low kick idi Mehman tərəfdən. Ümumiyyətlə Mehman Məmmədov Azərbaycanda ən güclü ayaq üstə vuruşanlardan biridir. Bəli, bəli, sözsüz. Və o mənim sözüm deyil, peşəkar döyüşçülərin sözləridir. Məncə bu döyüş vaxtında bu da son. Sözümü axıracan demək deyəmədim. Bəli, bu nə bir knockout idi. Möhtəşəm zərbə endirib Mehman Məmmədov və bu döyüşə böyük nöqtə qoyub. Knockout. Deyəsən bu vaxtından əvvəl ən tez döyüş oldu. Yoxsa Sahilinki? Yox, həqiqətən mən bu cür zərbəni gözləmirdim birinci saniyələrdə. Çox möhtəşəm peşəkarcasına. Hələ ki döyüşçü özünü itirib fikir verib çıxmaq istəyir qəfəsdən. Hakimlərin qərarı hələ ki yoxdur. Fikir ver, nə güclü zərbə idi. Döyüşçü hələ özünə gələ bilmir. Mehman gözəl avlatdı rəqibi. Birincidən ayağa vurdu, sonra başa qaldırdı o zərbəni və gözəl high kick vura bildi. Sən fikir verdin, əllə zərbə, sonra da bəli. Yarım saniyə keçmədi ayaqla zərbə gəldi. Çox möhtəşəm. Yəni öz professionallığını, öz peşəkarlığını göstərən Mehman Məmmədov. Həqiqətən bir tərəfli döyüş oldu və bu deyəsən bizdə birinci knockoutdur. Bəli, birinci knockoutdur. Qalibiyyət üçün yaşayır. 29 saniyə. Knockout. Mehman Məmmədov! Mehman Məmmədov, təbriklər. 29-cu saniyədə knockout'a salıb rəqibini. Bu da Mehman Məmmədovun oğlu səhnəyə çıxıb. Və biz davam edirik. Ruslan Efendinin tələbələri artıq ikinci qələbə qazanırlar bu axşam.